Milli İncəsənət Muzeyinin divarları arasında hiss olunan həyəcan ömrünü heykəltaraşlığa həsr etmiş bir sənətkarın xatirəsi ilə bağlı idi. Məkan bu dəfə xalq rəssamı Kamal Ələkbərovun yaradıcılıq irsini yad etmək üçün toplaşanların görüş yerinə çevrildi. Kamal Ələkbərovla uzun müddət Rəssamlar İttifaqında, Azərbaycan Rəssamlıq Akademiyasında, hər yerdə bir ünsiyyətdə, bir dost olmuşuq, həm də ki, həmkar olmuşuq. Kamal Ələkbərovun gözəl bir sənət əsərləri var. Kamal Ələkbərov özü gözəl bir insan idi. Birinci, ikinci kursda Kamal müəllimin tələbəsi olmuşum. Kamal müəllim haqqında çox xatirələr var. Birinci, gözəl insan idi. Gözəl pedaqoq idi. Tədbirdə çıxış edənlər Kamal Ələkbərovun zəngin yaradıcılıq yolu, Azərbaycan təsviri incəsənətinə verdiyi töhfələr və pedaqoq olaraq yetişdirdiyi sənətkar nəsli haqqında danışdılar. Atamın zəngin yaradıcılıq irsi var. Cəfər Cabbarlı, Memar Əcəmi və Həzə Aslanov kimi bir çox abidələrin müəllifidir. Tədbir çərçivəsində təqdimatı keçirilən kitabda da onun mənalı ömür yolundan və sənət dünyasından bəhs olunur. Tədbirdə xalq rəssamının həyat və yaradıcılığına həsr olunan xatirə kitabı da təqdim olundu. Nəşr Azərbaycan, Rus və İngilis dillərində ərsəyə gətirilib. Arzu Yusif, Bahır Kərimov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.